Belə görünür. TikTokda trend olan Turkish egg, yəni çılbır yoxlayırıq. Başlayaq. Burada qaynayan su var və üzərinə bir yemək qaşığı sirkə və bir balaca duz əlavə etmişəm. İndi üzərinə yumurta sındıracağam. 5 dəqiqə qaynasın. Belə bir qaba qatıq əlavə edəcəyik. Daha sonra üzərinə biraz küyüt doğrayaq. Üzərinə çox az limon qabığı rendələyəcəm. Biraz duz. Qarışdıraq. Üzərinə suda bişirdiyimiz yumurtanı əlavə edirik. Sonda üzərinə əridilmiş kərə yağı əlavə edirəm. Belə görünür. Dadına baxacağam. Düşünməzdim ki, yumurta ilə qatığın dadı bir-birinə bu qədər yaraşar. Çox dadlıdır.